Bir dənə bu biabırçılığa baxın, sonra mən qayıdacağım. К сожалению, на Западе иногда используют тему демократии и прав человека как политический Извиняюсь, инструмент. можете вы представить себя? Нередко используют избирательный подход и двойные стандарты. Спасибо. Sorry, you have to present yourself. Please present yourself. Thank you. Можете представить себя? Здравствуйте, меня зовут Леонид, мне 42 года. Продолжается мой туристический круиз по Средиземному морю. Вот я загораю на солнце, пью джус. Bu insan niyə rus dilində danışa bilmir və rus dilində danışır? Bu insan niyə rus dilini bilməyə rus dilində danışır Avropada, Venada? Niyə? Niyə ingilis dilində danışmır? Yəqin ingilis dilini bilmir. Yəqin rus dilini bilmir. Və niyə o insan oraya yollayırlar? Niyə bu insan ölkəni biabır eləyir, xalqı biabır eləyir, cəmaatı biabır eləyir? Bu insanı kim oraya yollayıb, nə üçün yollayıblar? Və inanırsınız, mənim belə suallarım çoxdur, amma mənası yoxdur. Mənası yoxdur nəyə görə? Çünki mənim hər bir sualımın bir dənə cavabı var. O cavab da ki, korrupsiya.